40 yaşdan sonra kişilərdə saç tökülməsinin səbəbləri nələrdir? Qarşısını necə almaq olar? Dəyərli izləyicilər, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi şərh bölümünə davam sözünü yazın. Saç tökülməsinin birinci səbəbi məhz güclü stressdir. Daha sonra qan azlığı, qalxana bənzər vəz problemləri, sürətli arıqlama, bədəndə dəmir, zülal, sink, D vitamini çatışmazlığı, həmçinin bəzi dərmanların yan təsirləri və genetik meyl. Bundan başqa baş dərisində yaranan problemlər, məsələn kəpəklənmə, həddindən artıq saçlarınızın yağlanması, qaşınma və seboreyada saç köklərini zəiflədə və tökülməni artıra bilər. Onsuz da bizim ailədə hamının saçı tökülür deyib saçınızın tamam keçəlləşməsini gözləməyin. Əgər saç tökülməsi probleminiz artıq başlayıbsa, Dr. Heya qarazirə yağlı sabundan istifadə edə bilərsiniz. Bu sabunun tərkibi tam olaraq təbiidir. İçərisində saç tökülməsinə qarşı xalq təbabətində əsrlərdir istifadə edilən gizlikən, qarazirə yağı, nanə, zəncəfil və hind yağı var. Bu bitkilər saç dərisində olan problemləri ilk növbədə aradan qaldırır. Məsələn, saçlarınızda güclü kəpəklənmə, qıcıqlanma və yağlılıq varsa, onları zamanla sıradan çıxarır. Birinci istifadə edən zaman saç dərisindəki bütün kəpəyi tökür. İlk yumadan sonra güclü kəpəklənmə görsəniz, qorxmayın. Saç dərisindəki ölü dərini təmizləyib, qan dövranını artırdığı üçün saç kökləri möhkəmlənir. Qara sabun istifadə qaydası isə həftədə 2-3 dəfə saçlarınızı sadəcə bu sabunla yuyursunuz. Amma bildirim ki, köpükləndikdən sonra saçınızdan tez yumayın, minimum 5 dəqiqə saçınızda saxladıqdan sonra durulaya bilərsiniz. Dr. Heya qarazirə yağlı sabun bildirim ki, Türkiyə istehsalıdır. Hazırda isə Bakıdakı bəzi apteklərdə satışda var. Əgər sifariş vermək istəsəniz, əlaqə nömrələrini açıqlama və şərh bölümündə qeyd edəcəm.